Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü. Görüş zamanı Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr, həmçinin Vatikan Arxivindəki fondların rəqəmsal mühafizəsi sahəsində birgə əməkdaşlıqlar müzakirə olundu. Qeyd edildi ki, birgə əməkdaşlıq artıq 2012-ci ildən etibarən həyata keçirilir. Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri Arxiyepiskop Monsinyor Giovanni Cesare Pagazzi, birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ötən il müqəddəs Taxtaca səfəri çərçivəsində Vatikan Apostol Kitabxanası və Apostol Arxivini ziyarət etdiyini xatırladaraq, ötən illər ərzində Azərbaycan və Vatikan arasında, eləcə də Heydər Əliyev Fondu ilə geniş əməkdaşlığın qurulduğunu bildirdi. Qonaq Azərbaycana səfəri zamanı bir sıra qurumlarla görüşlər keçirdiyini, müzakirələr zamanı Vatikan kolleksiyalarında Azərbaycanla bağlı qorunan nadir əlyazmaların müəyyənləşdirilməsi, habelə təhlili, tərcüməsi və rəqəmsallaşdırılması məsələlərinin diqqət mərkəzində olduğunu da vurğuladı. Bildirildi ki, əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılmasına dair mövcud müqavilə üzrə Azərbaycanın tarixi və mədəni irsi, eləcə də türk dilli xalqların irsi ilə bağlı əhəmiyyətli əlyazmaların bərpası və rəqəmsallaşdırılması həyata keçirilib. Vurğulandı ki, ölkələr arasında imzalanan anlaşma memorandumuna əsasən 2026-cı ildə Azərbaycanlı alimlərdən ibarət heyətin Vatikanda tədqiqatlar aparması da nəzərdə tutulur. Tədqiqatlar Cənubi Qafqaz və Azərbaycan tarixi, eləcə də Ağqoyunlu və Səfəvi hökmdarlarının Roma papaları ilə diplomatik əlaqələrinə dair materialları əhatə edəcək. Eyni zamanda, gələcəkdə Azərbaycanlı tələbələrin Vatikanda kitabxanaçılıq və arxiv sənədləri üzrə təhsil alma imkanları da müzakirə olundu. Görüş zamanı Vatikan nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edildi. Qonaqlar isə öz növbəsində Vatikan arxivində 20-ci əsrin əvvəlində Azərbaycan tarixinə aid saxlanılan sənədin sürətini Leyla Əliyevaya təqdim etdilər. Qonaqlar həmçinin Heydər Əliyev mərkəzindəki sərgilərlə də tanış oldular. Klassik avtomobillər sərgisinə ziyarət zamanı Heydər Əliyev mərkəzinin direktoru Anar Ələkbərov müxtəlif dövrlərə aid avtomobillər barədə qonağa ətraflı məlumat verdi. Daha sonra qonaqlar su ehtiyatlarının qorunmasına çağırış edən Mənim dənizlərim, mənim okeanlarım sərgisi ilə də tanış oldular. Heydər Əliyev Fondu və Adiyə İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən kompozisiyada müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərlər təqdim edilir. Bədii sənət nümunələrində su, həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir olunur.